Bəzən deyirlər ki, qocalıb da artıq günah eləyə bilmir, yaxud yox. İnsan yaşlandıqca daha çox təcrübə əldə eləyir. İnsan yaşlandıqca həyatı dərk etməyə başlayır. İnsan yaşlandıqca görür ki, Allahsız yaşaya bilməz. Müdriklik deyilən bir anlayış var. Uşaqlıq başa düşürük, oynamaq, yaxud həyata çox xoşbəxt nəzərlərlə baxmaq mərhələsidir. Gənclik hər şeyə üsyan mərhələsidir. Gənc hər şeyi başa düşdüyünü düşünür. Gənc hər şeyi dərk etdiyini fikirləşir. Gənc dinə, dəyərlərə, adətlərə qarşı çıxır. Bu, gənclik mərhələsinə xas bir davranışdır və anormallıq deyil. Çünki gənclərdə mənlik şuuru formalaşır. Hər şeyi özləri müəyyənləşdirməyə çalışırlar. Onlarda şübhələr yaranır. Şübhə inkar deyil. Şübhə axtarışdır. Biz onların suallarına səbirlə, təmkinlə cavab verməklə o şübhələrdən onları xilas edə bilərik. Sonra yaşlılıq mərhələsi gəlir. İnsan təcrübə qazanır. İnsan müdrikləşir və başa düşür ki, o sadəcə bioloji varlıq olaraq yaşaya bilməz.